Belə bir sual düşmüşdü magistratura imtahanına. Sualda deyir ki, burada gördüyünüz şəkildən buradakı rəqəmlər çıxarılır. Bəs buradakılardan nə çıxarılır? Dinləyin. Deməli, bu cür suallarda ortaq qiymətlərlə baxmalısınız. Bax, məsələn, buranın ikisində də 4 dənədir. İkisində də 3 dənədir. O birlər fərqlidir. İkisində də 4 dənə olan nə var? Birincidə 4 dənə olan 3 bucağı görürəm. İkincidə, baxın görürüm, hələ 4 dənə 3 bucaq varmı? Bəli. Demək ki, bu sonuncu 3 bucaqların sayını göstərilmiş. Ən sonuncu olan. Ən sonda sayıb 3 bucaqların sayını götürməliyəm. 1, 2, 3, 4, 5. Bu 5 ilə bitən variant olacaq C variantı. 2022-nin magistr qəbul sualıdır. Məsələn, ikisində də 3 dənə olan var idi. İkisində də 3 dənə olan dairələr ola bilməz. Trapesiyalara baxsaq, 1, 2, 3 trapesiya. Burada 1, 2, 4 trapesiya. Demək ki, bu o deyil. Yaxşı, yuxarıda 3 dənə olan düzbucaqlıdırmı? 1, 2, 3 dənə düzbucaqlı. 1, 2, 3 dənə düzbucaqlı. Gəlib indi, baxın, bu 3 olan yerdə, yəni sondan ikinci yerdə düzbucaqların sayını yazmalıyam. 1, 2, 3, 4. Sondan ikinci yer 4 olmalıdır. Onsuz da ki, qalanları eyni formada gedir. Amma bu sualda saylarına baxmalısınız, ortaq qiymətlərinə baxmalısınız.